Vaxtınız xeyir, dəyərli dinləyicilər. Söz birləşmələrinin növləri haqqında məlumat vermək istəyirəm. Bir daha qeyd edək, söz birləşməsi iki və daha çox leksik və qrammatik mənalı sözün birləşərək ayrı yazılmaq şərti ilə bir məna ifadə eləməsidir. Məsələn, taxta qapı, dəmir iradə, rəsm çəkərkən və s. Birinci tərəf asılı idi, ikinci tərəf əsas tərəf idi. İndi əsas tərəfin, yəni ikinci tərəfin ifadə vasitəsinə görə ismi birləşmə, feili birləşmə olur. İsmi birləşmə nədir? Əsas tərəfi adlarla, biz nitq hissələrinin yaranmasını demişik, adlardan, məsələn, feil düzəldən, adlardan sifət düzəldən, yəni qısa isim, sifət, sayə, əvəzlik, zərf və isim xüsusiyyətini daşıyan sözlər. Qısaca isim və isimləşmiş nitq hissələri deyə bilərik. Məsələn, dünənki hadisə, baxın, əsas tərəfi isimdir. Uşaqların hamısı əsas tərəfi əvəzlikdir. Yaşlı gözlər, əsas tərəfi isimdir. Onların iki mənsubi şəkilçi qəbul edib isimləşir. Məktəb həyəti, əsas tərəf isimdir və s. İsim birləşmələri yaranma yolları müxtəlifdir. Hal və mənsubi şəkilçilərin iştirakı olmadan yaranan isim birləşmələri var. Məsələn, bunlar birinci növ təyin söz birləşməsi deyilir əvvəllər. Buna məsəl üçün daş divar, şüşə qab, bunlar heç bir qrammatik şəkilçi qəbul etmədən bir-birinə söz birləşməsi yaradır. Bu sintaktik əlaqədə də biz buna yanaşma əlaqəsi deyirik. Bu adam, qırmızı kitab, qaçan at, ağ saçlı qoca və s. Bu da birinci növ təyin söz birləşməsi gedir. Həmçinin ismi birləşmələri digər adı da belə desək, təyini söz birləşmələri də gedir. Burada deyib, o demək deyil ki, bu birləşmənin tərəfləri şəkilçi qəbul edə bilməz. Bəzən formada olan ismi birləşmə əsas tərəf cəm, mənsubiyyə və hal şəkilçiləri qəbul edə bilər. Məsələn, ağıllı şagirdlərimiz, amma yəni bunun söz birləşməsi yaratması üçün xüsusi bir şəkilçi qəbul etməyib. Amma normalda özləri şəkilçi qəbul edə bilərlər. Bu birləşmə asılı tərəfindən sifət düzəldən şəkilçi əsas tərəfindən isə cəm və mənsubiyyə şəkilçisi qəbul etmişdir. Belə birləşmələr, bu kitab həmin kitabdır. Təhlildə bəzən ayrıla bilər, bəzən ayrıla bilməz. Məsələn, çalışqan şagirdlər gəldilər deyəndə, çalışqan təyin, şagirdlər mübtəda, gəldilər xəbər olacaq. Amma bu gün işim var, nə zaman işim var, bu gün işim var. Yəni, bu gün, belə deyək də, bir yerdə zaman zərfliyi olur. Sonra biz asıl tərəf, yəni birinci tərəfin qeyri-müəyyən gəlki halda olduğunu, buna biz deyirik hansı növ? İkinci növ təyin söz birləşməsi deyilir bura. Birinci tərəf qeyri-müəyyən gəlki halda, ikinci tərəf müəyyən gəlki halda olur. Qısaca biz o vaxtı müəllimlərimiz öyrədərdi bizə. Biri var idi dağ havası, bir də var dağın havası. Üzülürsən. Dağ havası, bir də var dağın havası. Baxın, bu dağ havası birincidir, qeyri-müəyyən gəlki haldadır. İkinci isə müəyyən gəlki haldadır. Bu ikinci növ təyin söz birləşməsi olur. Bu üçüncü növ təyin söz birləşməsi. Yəni bu buradakına aiddir. Bir qoy qırılsın artıq cəllad bıçağı. Cəllad bıçağı. Bunu biz üçüncü növə keçirsək, cəlladın bıçağı olacaq. Qoy uçulsun ölüm və qan ocağı. Baxın, qanın ocağı. Dünya olsun azad ana qucağı, ana qucağı. Qalx, qalx, qalx düşsün dünya. Burada Cəfər Cabbarın şeirindən verdi. Burada uşaqlar, yəni 3 dənə ikinci növ təyin söz birləşməsi var. Qısaca ikinci növ təyin söz birləşməsi birinci tərəf qeyri-müəyyən gəlki halda, ikinci tərəf isə üçüncü şəxsin təkinin mənsubiyyə şəkilçisi ilə işlənir. Üçüncü növ təyin söz birləşməsi hansıdır? Buna deyirik biz üçüncü növ təyin söz birləşməsi. Birinci tərəf müəyyən gəlki halda olur artıq. İkinci tərəfi isə hansı şəxsdəsə onun mənsubiyyə şəkilçisini qəbul edir. Burada verib baxın, mənim kitabım, bizim kitabımız, sənin kitabın, sizin kitabınız, onun kitabı, onların kitabı. Belə birləşmə tərəflər arası istənilən qədər söz daxil ola bilər. Məsələn, məktəbin həyəti, məktəbin geniş və güllü çiçəkli həyəti, Nizaminin poemaları, Nizaminin hamı tərəfindən sevilərək oxunan poemalar və s. Bunlar təhlil zamanı bütövlükdə götürülür, ayrılmır. Bəzi hallarda, bəzi isim birləşmə birinci tərəfi bir və ikinci şəxs əvəzində ifadə olunduqda, ikinci tərəf buna uyğun mənsubiyyə şəkilçisi işlənməyə bilər. Bu zaman tək götürülür. Məsələn, bizim zamanlarda sonra sizin uşaqlar, bizim ev, bizim qohumlar. Məsələn, bizim ev yenidir. Nə yenidir?
ev, hansı ev? Bizim ev. Burada ayrı-ayrı təhlil oluna bilər. Miqi imtahanına hazırlaşanlara kömək məqsədi kitab əlavə edilmişdir deyə ismi birləşmələr burada biz dedik ki, ismi birləşmə təyini söz birləşmələri birinci növ, ikinci növ, üçüncü növ təyini söz birləşmələri. Bu bayaq izahını verdik. Birinci tərəf şəkilsiz, ikinci tərəf şəkilsiz. Sonra burada birinci tərəf qeyri-müəyyən yiyəlik alır, ikinci tərəf mənsubiyyət şəkilçilik qəbul edir. Üçüncü növ təyini söz birləşmələri birinci tərəf yiyəlik al, ikinci tərəf mənsubiyyət şəkilçisi. Burada bayaq armudun dəyişmişi, tikinin içərisi və s. Bunları bayaq məlumat verdik uşaqlar. Birinci növ təyini söz birləşməsində birinci tərəf şəkilçisi, ikinci tərəf şəkilçisi şəklində. Bir də var uşaqlar, qeyri-təyini söz birləşmələri var. Bunlar nədir? Qeyri-təyini söz birləşmələri asıl tərəfi əsasən yönlülük, təsiri, çıxışlıq və mənsubiyyət şəkli qəbul edir. İkinci tərəf isə adlarla ifadə. Məsələn, dağlardan ucağa, hamıya məlum, durna gözlü, gözləri bağlı, doktorluğa namizəd, dağlarda döyüş, başında papaq, şagirdlərdən bir neçəsi, mənim kimi tələbə, bıçaq kimi iti, başdan ayağa, əsrdən əsrə və s. kimi ifadələr qeyri-təyini ifadələr söz birləşmələri adlanır. Qeyri-təyini söz birləşmə sitativ zaman parçalanmır, bütövlükdə təhlil olunur, yəni parçalanmır, dəyərli şagirdlər bütövlükdə təhlil olunur. Cümlədə bir mürəkkəb üzv kimi çıxış edir. Məsələn, çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan. Necə bulaqlardan? Durna gözlü, təyin kimi çıxış edə bilər. Söz birləşmələri haqqında bu qədər. Çox sağ olun.